Sən xəbərin varmı ki, İmam Əli kəlmə şəhadəti necə deyib? Bəli, bəli. Əssalamu aleykum və rəhmətullah. İmam Əli kəlmə şəhadəti deyərkən əşhədə ən la ilahə illallah, əşhədə ennə Muhammedin Rasulullah deyib. Əliyən Vəliyullahı deməyib. Bugün onu siz deyirsiniz. Gəlin, bugünkü söhbətimizi ancaq və ancaq Qur'an və Əhl-i Beytin üzərində olaraq, dəlil üzərə olaraq danışaq. Nəfsi arzularımıza getməyək. Birinci dəlilimiz Nəhcül Bələğədəndir. Bildiyiniz kimi İmam Əlinin kitabıdır. Xütbə, nəsiyyət və məktublardan ibarətdir. Deməli, 6 yerdə İmam Əli kəlmə şəhadəti oxuyur. İmam Əli 6 yerdə kəlmə şəhadəti oxuyur. Deməli, açın baxın, xütbə 50, xütbə 100, xütbə 151, xütbə 191, xütbə 195, xütbə 132. Ən əsas olacaq 132-dədir. İmam Əli deyir ki, açıq-aşkar olaraq bu doğru sözdür. Ey sənmişlər, sizi Allahdan uzaq etməkdən ötürü sizin ibadətlərinizə qatqı vermişdilər, əlavələr vermişdilər. Baxın, hədislərdə var ki, Allah Rasulü deyir ki, Qur'an və Əhl-i Beyt, yox, aha, əlhəmdülillah, hanı Əhl-i Beytin dalınca getmək şiyələrdə? Kəlmə şəhadəti, əşhədə ən la ilahə illallah, əşhədə ennə Muhammedin Rasulullah sözünü İmam Əli, bəli, İmam Əli öz kitabında, öz xütbələrində, xütbə də nədir? Minbərdə olacaq xütbələrdə, cümədə olacaq xütbələrdə kəlmə şəhadəti gətirir. 6 yerdə gətirir. Amma öz adının orada olmadığını deyir. Siz indi kimin dalınca gedirsiniz? Əhl-i Beytin dalınca gedirsənsə, İmam Əli bu sözü deməmişdir. İmam Əli bu sözü deməmişdir. Deməli, birinci dəlilimiz şiyələrin etimad etdiyi kitabdan oldu. İmam Əlinin sözündən mən dəlil gətirdim sizə. Papaqdan dovşan çıxartmadım və yaxud da Buxaridən, Müslümdən söz gətirmədim. Şiyələrin qəbul etdiyi İmam Əlinin sözü ilə başladım. Yəqin ki, İmam Əlinin sözü ilə həyat sürüb, kəlmə şəhadətimizi ona uyğun olaraq deyərsiniz. Əks halda siz Əhl-i Beyti yalandan demiş olacaqsınız ki, biz Əhl-i Beyti sevirik. İkinci dəlil. Bəli, ikinci dəlilim nədir? Siz namazda kəlmə şəhadət deyirsiniz. Bəli, kəlmə şəhadət əhdiyyətidə, kəlmə şəhadətin içərisində orada Əliyən Vəliyullah varmı? Yadınıza salın, varmı? Yoxdur. Bu da sizə ikinci dəlil. İbadət etdiyiniz namazın içərisində yoxdursa, azanın içində, kəlmə şəhadətin içində də olmamalıdır. Namazın içərisi nədir? Dəlillərdir, Qur'an ayələridir, hədislərdir. Amma görürsünüzmü ki, kəlmə şəhadətimizin içində, yəni namazın içərisində bu dəlillər yoxdur. Bu da sizə ikinci dəlil ki, Nəhcül Bələğədə İmam Əli bu sözü demir, Əliyən Vəliyullah. Amma siz deyirsiniz, namazın içərisində İmam Əli və siz də əhdiyyətidə kəlmə şəhadətin arxasında Əliyən Vəliyullah demirsiniz, amma qıraqda deyirsiniz. Yəni, iki dəlil sizin əleyhinizədir. Və ən əsas dəlilə gəlirəm, Qur'an, bəli, Qur'an-ı Kərimdə mən sizin üçün iki əmanət qoyuram. Qur'an və Əhl-i Beyt. Mən ən birinci bu kitabın içindən gətirmədim ki, bu dəlili ən axıra saxlayaq. Görək, Qur'an nə deyir? Deməli, Əhl-i Beyt dedi ki, yox, İmam Əli sözünü orada deməmişəmsə, siz də deməməlisiniz. 6 yerdə İmam Əli kəlmə şəhadətini deyir, içində Əliyən Vəliyullah yoxdur. İndi gəlin, biz Qur'an-ı Kərimdə Ali İmran surəsində
Ali İmran surəsində, bir də Münafiqin surəsində bu ayələrə baxaq. Görək Allah kəlmə şəhadəti necə bizə öyrədir. İndi isə Quran-ı Kərimdən Ali İmran surəsi 18-ci ayə. Məşədi Hüseyin oxu görək. Ali İmran 18. Allah özündən başqa heç bir tanrı olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa ədalətlə boyun qoyaraq, haqqa tapınaraq o qüvvət, hikmət sahibindən başqa ibadətə layiq heç bir varlıq olmadığına şəhadət verdilər. Münafiqun 1. Ya Peyğəmbər, münafiqlər, riyakarlar sənin yanına gəldikləri zaman biz sənin doğrudan da Allahın Peyğəmbəri olduğuna şəhadət veririk deyirlər. Allah sənin onun həqiqi Peyğəmbərin olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir. Əlhamdülillah. Deməli, sizə 3 yerdən dəlil gətirdik. Ən birinciyə qoyuram. Quran-ı Kərimdən Ali İmran surəsi 18, Münafiqin surəsi 1-ci ayə, kəlmə şəhadət bu 2 yerdə deyilmişdir. Yəni Ali İmran surəsi 18-də Əşhədə la ilahe illallah, Münafiqin surəsində isə 1-ci ayədə Muhammedin Resulullah. Deməli, bu ayələri birləşdirdikdə kəlmə şəhadət dəlil olaraq ortalığa çıxdı. Allah həmd olsun. İkinci dəlil Nəhcül Bələğədə. İmam Əli 6 yerdə deyir. Öz adını deyirmi orada? Minbərdə, cümə xütbəsində Allahu Ekber deyirmi? Yox. Və ən əsası da bizim namazımızda, Peyğəmbərin namazında, İmam Əlinin namazında kəlmə şəhadəti orada İmam Əli deyirmi? Demir. Ümidvaram ki, siz bu dəlillərdən sonra kəlmə şəhadətin axırında olacaq İmam Əlini aradan çıxardasınız yaxşı mənada. Bizim də sevdiklərimiz var. Sizin də sevdikləriniz var. Onda hər kəs öz sevdiyini kəlmə şəhadətin arxasına qoysun. Əşhədə la ilahe illallah, əşhədə enne Muhammed Resulullah, Abu Bakır, Ömər, Osman, Ayşə və Əli. Görürsünüzmü? Biz müsəlmanlar, belə deyək, əhl-sünnət, Quran və əhl-i beytin yolu ilə gedir. Ey sənmi şiyələr, siz o şiyəlikdə qalaraq kəlmə şəhadətini doğru demədiyinizə görə kəlmə şəhadət sizdən qəbul olunmayacaq. Allahın dediyi, əhl-i beytin dediyi kəlmə şəhadət sizdən qəbul olunacaq. Bir insan kəlmə şəhadəti qəbul olunmursa, onun müsəlmançılığı müsəlman deyil, o bidətçidir. Bəli, gəlin indi bu günləri növbəti 4-cü dəlil, bəli, növbəti 4-cü dəlil Şeyx Sadukun şeyximiz olan alimlərin kitablarından sizə dəlillər olaraq oxuyaq. Şeyx Cavid də bunu minbərdə demişdi və həmçinin də mən sizə bunu Şiə kitablarından, Şiə alimlərindən təqdim eləyirəm. Rəhimli və mərhəmətli Allahın adı ilə. Ey səmimi şəhlər, bu dəlillərdən sonra imkan verməyin ki, sizi aldatsınlar. Zehninizi buraxın, Allaha və onun Rəsuluna oxuyun və bunu paylaşın. Əhl-i Beyt məhzəbi. 3-cü şəhadətin əşhədu ennə iləhə vəliyullah deyilib deyilməsi Şiə mənbələrində azanla əlaqədar nəql olunmuş rəvayətlərdən bəziləri Peyğəmbər sallallahu əleyhi və səlləmin məracda ikən mələyin necə azan verdiyini nəql etmiş və 3-cü şəhadəti qeyd etməmişdir. Təfsir Əl-Qummi 2-ci cild 573-cü səhifə. Əl-İsra surəsi 1-ci ayənin təfsirində Əli ibn Əbu Talibdən radiyallahu anhu nəql olunmuş azandır. Həmin azanda nə 3-cü şəhadət, nə də həyyə ələ xeyril əməl qeyd olunmuşdur. Mə'anəl əxbar 1-ci cild 130-cu səhifə və Səl-i Şiə və Mübtədəkvə 5-ci cild 248-ci səhifə Şeyx Saduk deyir. Hədisin rafizi həyyə əl-xeyril əməl ibarəsini təqiyyə səbəbi ilə rəvayət etməmişdir. Muhammed Əl-Bəqirdən rəhməllah rəvayət olunan azandır. Bu rəvayətdə də 3-cü şəhadət qeyd olunmur. Və Səl-i Şiə və Mübtədəkvədə 5-ci cild 243-cü səhifədə Cəfər Əs-Sadiqdən rəhməllah rəvayət olunan azandır. 3-cü şəhadət qeyd olunmur. Tusi Əl-İstibsar
1-ci cild 305-ci səhifə İmam Rızanın Rəsulullah Rəhməhullah fikrində qeyd olunmuş azandır. Bu mənbədə də 3-cü şahadət qeyd olunmur. Fiqh Rıza səhifə 96 Xülasə Şiə məzhəbinin hədis qaynaqlarında azan və iqamənin sözləri ilə əlaqəli hadisənin sayı 20-dən artıqdır. Bu hadisələrin heç birində 3-cü şahadət qeyd olunmur. Böyük Şiə alimi Şeyx Saduq 3-cü şahadətin dində bir bidət, yəni sonradan uydurulub dinə əlavə edilən bir xurafat olduğunu qeyd edərək demişdir. Doğru düzgün olan azan məhz budur. Bu azana heç nə artırılmaz və ondan heç nə eksilmez. Allah təhfiz əhlinə Allahın Məhəmmədi və əlini yaradıb, daha sonra da göylərin və yerin idarəsini onların ixtiyarlarına verdiyinə inanan Şiə məzhəbi etiqad sahiblərinə lənət etsin. Çünki onlar özlərindən hədislər uydurmuş və uydurduqları bu rəvayətlər əsasında azana 2 dəfə təkrarlanacaq Muhammedin və Əli Muhammedin xayrul bərriyə, yəni Məhəmməd və onun ailəsi yaradılmışların ən xeyirlisidir ibarəsini əlavə etmişlər. Həmin uydurduqları rəvayətlər bəzilərində isə Əşhədü ənnə iləhə vəliyullah ibarəsi yer almaqdadır. Onlardan bəziləri isə bunun əvəzinə 2 dəfə təkrarlanacaq Əşhədü ənnə əliyyən əmirul muminun haqqın muminə haqqan ibarəsini rəvayət etmişlər. Əlinin Allahın vəlisi və möminlərin haqqı olan əmri Məhəmmədin və onun ailəsinin də yaradılmışların ən xeyirlisi olmasına şək yoxdur. Lakin bütün bunlar azanın tərkib hissəsindən deyil. Mən buna ona görə qeyd etdim ki, qoy aramızda olan saxtakarlar və imamlar adına yalan danışan təhfiz əhli Əli azana etdikləri bu əlavələr ilə tanınıb silinsinlər. Şeyx Saduq Mənlə Yəhduruhul Fəqih 1-ci cild 203-cü səhifə. Gördüyünüz kimi bunu deyən Şiə alimləridir ki, bu sözü kəlmə şəhadətin axırıncı hissəsini, Əliyyən Vəliyullah sözünü deyənləri qınayır və uydurulmuş hədislər deyirlər və lənətləyir, bidətçi deyir. Ey sənmiş yerlər, sizin ibadətlərinizdə, hər bir ibadətlərinizdə Quran və Əhl-i Beytin sözlərinə dayanmayan sözlərlə həyat sürüb ibadət edirsiniz. O dində qalaraq bilin ki, cənnətə getməyəcəksiniz. Şiəliyi buraxıb Quran və Əhl-i Beytə doğru gedəcəksiniz. Bu sizin xilasınızdır. Həqiqətən də hər bir məsələdə və ən əsas bir məsələdə, diqqət, ən əsas bir məsələdə kəlmə şəhadətlə insan müsəlman olur. Əgər şiəlikdə kəlmə şəhadətin içərisində bir yer ayrılıbsa arxada, bir bidət olaraq arxada ayrılıbsa, görün nə qədər ibadətlərimiz var ki, ora əlavələr verilmişdi. Hələ bu qapının ağzıdır. İslam, kəlmə şəhadət, İslamın qapısıdır. Burada bir qulp qoyublarsa şiələr, görün nə qədər sizin ibadətlərinizə qulplar qoyublar ki, Quran və Əhl-i Beytin sözü ilə üst-üstə düşmür. Siz zaten ibadət edirsiniz, amma ibadətlərinizdə böyük nöqsanlar var. Bu böyük nöqsanlar sizi müsəlman etməz, sizi cənnətə salmaz, sizi Əhl-i Beytlə bir yerdə etməz. Ey sənmiş yerlər, ayılın. Vallahi mən sizə Qurandan dəlil gətirdim. Vallahi Nəhcül Bələğədən sizə dəlil gətirdim. Vallahi namazımızın içərisindən sizə mən dəlil gətirdim. Vallahi bunu Şiə alimləri deyir. Mən demirəm. Bu dəlillərdən sonra yenə mi kinli, küdrətli olaraq öz ibadətlərinizdə qalacaqsınız? Etməyin belə. Onlar qəbul olunmayacaq. Biz sizi yanımızda gözləyirik. Bəzi şiələr şübhələr gətirirlər ki, Əhl-i-Sünnət də azana əlavələr vermişdilər Ömər haqqında. Gəlin Əhl-i-Sünnətin kitablarına baxaq. Görək o şiələr həqiqətən də bizə və sahabələrə atdığı sözlər doğrudurmu, yoxsa doğru deyil? Subhanallah. Belə olmaz. Əlbəttə ki,
bunlar, yəni bəziləri, çoxu yox, Allah həmd və şükürlər olsun ki, çoxlu şiələrlə söhbət edirəm. Onlar artıq və çoxdandan qəbul edirlər ki, bəli, orada Əliyən Vəliyullah sözü yoxdur. Çünki Quranda təsdiq olunmur. Çünki Nəhcül Bələğədə İmam Əli deməmişdi. Çünki namazımızın içində ən əsas olacaq namazımızın içində yoxdursa, deməli bu yoxluq azanda da olmalıdır. Kəlmə şəhadətdən sonra üçüncü şəxsin adı da orada olmamalıdır. Bu üç dənə mühüm, böyük bir dəlillər. Bunu deyəndən sonra biz şiələrin nə ixtiyarı var ki, Əliyən Vəliyullahı azanda kəlmə şəhadətin içərisində deyək. Bunu Allah deməyibsə, həqiqətən Peyğəmbər deməyibsə, İmam Əli öz xütbələrində deməyibsə, şiələr bunu niyə deyir? Əlbəttə ki, o şiələrin çoxu əmmaməli olaraq, özlərini ağlayaraq, büzərək, kasıbçılıqla özlərini insanlara, xalqa, millətə çatdıraraq ki, bunlar imam aşiqidir, əhl-i beyt aşiqilərdir. Xeyr, şeytanın özüdür. İslam parçasına, İslam dininin örtüyünə bürüyərək özlərini alim görsədərək sizi bu yoldan döndərdilər. Və şia alimlərin gördünüzmü səslərini, yazılarını? Onlar deyirlər, ləhnətlənmişdilər. İmamların adına yalanlan hədislər uydurmuşdular. İndi isə gəlin biz Əhl-Sünnətin kitabında olacaq dəlillərə baxaq. Ömər radiyallahu anhu azana söz əlavə edərək bidət etdimi? Şübhəyə cavab. Rafizələr tez-tez forumlarındakı təvsibin, yəni namaz yuxudan xeyirlidir sözünün Həzrət Ömərin radiyallahu anhunun ortaya çıxardığı bir bidət olduğunu söyləyərək və bunu əllərində bayraq edərək Həzrət Ömərin azanı dəyişdirərək bidət ortaya çıxartdığını söyləməyə və onu qınamağa çalışırlar. İndi biz məsələyə ətraflıca baxaq. Nəql edilir ki, Əbu Məhsura, Allah ondan razı olsun, dedi ki, mən dedim, ey Allahın Rəsulü, mənə əzanın sünnətini anlat. Baş ucumda dayandı və dedi, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber de. Əgər sübh namazıdırsa, o zaman da Əl-salatu xeyrun min əl-nəvim, Əs-salatu xeyrun min əl-nəvim, namaz yuxudan xeyirlidir. Başqa bir hədisə görə buna uyğun olaraq bu ancaq və ancaq sübh namazına aid olan azandır. Bu bizim hədis kitablarımızda olduğu təqdirdə siz bizə heç nə deyə bilməzsiniz. Şəfəqin ilk azanda Əs-salatu xeyrun min əl-nəvim, Əs-salatu xeyrun min əl-nəvim, namaz yuxudan xeyirlidir. Əbu Davud 501, Əl-Nəsai 633, Əlbani Səhih Əbu Davudda dedi ki, səhihdir. Əbu Davud 504 bu mahzuratda Allah ondan razı olsun nəql etdiyi hədisə görə o sübh azanında deyərdi. Əs-salatu xeyrun min əl-nəvim, namaz yuxudan xeyirlidir. Əlbani Səhih Əbu Davudda dedi ki, hədis səhihdir. Nəql olunub ki, Ənəs, Allah ondan razı olsun, dedi ki, müəzzin üçün həyya əl-fəlah, fəlahdan sonra 2 dəfə əs-salatu xeyrun min əl-nəvim, namaz yuxudan xeyirlidir deməsi sünnətdəndir. Əd-Daraquti 90, İbn Xuzeymə səhihində və Əl-Beyaqi səhihində 1-ci cild 423-cü səhifədə nəql etdi və dedi, isnadi səhihdir. Əl-Daraquti və Əl-Təhavi 1-ci cild 80-ci səhifədə Hüseym yolu ilə İbn Əvından bu sözləri nəql etdi. Sübh namazı üçün əzanda müəzzin həyya əl-fəlah dediyi zaman o 2 dəfə dedi, Əs-salatu xeyrun min əl-nəvim, namaz yuxudan xeyirlidir. Bu versiya İbn Əs-Sakan tərəfindən nəql edilmiş və Əl-Tərəxisdə 3-cü cild 148-ci səhifədə dedi ki, səhihdir. Rafizi şia qaynaqları. Rafizi qaynaqlarına baxdığımızda görürük ki, rafizlərə görə məsum olan imamlar Əs-salatu xeyrun min əl-nəvim deməyi Deməli, buradakı dəlillər, növbəti dəlillər şiə kitablarındandır ki, bu sözlər də nəinki Əhl-Sünnətin kitablarında, həm də şiə kitablarında var. Sadəcə şiənin elm tələbəsi, eli alimləri bu barədə də danışmaq istəmirlər. Amma Allahın şükürlər olsun ki, biz bunu topladıq, sizə təqdim edirik. Əs-salatu xeyrun min əl-nəvim deməyi bidət olaraq deyil, sünnət olaraq görmüşlər. Rafizlər tərəfindən bəzi hədislər ki, Rafizi rizal standartlarına görə Rafizi alimlər tərəfindən etibarlı sayıla bilər və bu hədislərdə deyilir ki, təvsib sünnətdəndir. Əbu Abdullah Cəfəri Sadiq dedi,
Əzanda namaza çağırma və təvsib sünnətdəndir. Əbu Cafir Əs-Salatü deyərdi, atam evindən sübh namazına belə çağırardı. Əs-Salatu xeyrun minəl-nəvm, namaz yuxudan xeyirlidir və bunu etmək yaxşı bir hərəkətdir. Əl-İstibsar, gördüyü üzrə Rafizi qaynaqlarında bu hərəkət sünnət kimi keçməkdədir. Bu, Həzrət Ömər radiyallahu anh'ın gətirdiyi bidət deyil, əksinə Allah Rəsulü sallallahu aleyhi ve sellemin dediyi bir sünnətdir. Gördüyünüz kimi biz şiə kitablarını da araşdırdıq və sizin üçün təqdim etdik ki, Ömərin adına atılan azanda namaz yatmaqdan da daha xeyirlidir sözü təkcə əhl-i sünnətin kitablarında yoxdur. Şiə kitablarında da bu yer almışdır. Və ən əsası da Ömər öz adını ora qoymamışdı. Şiələr kimi. Orada adı yoxdur. Məntiqlə də həqiqətən də insan sübh namazı dura bilmir. Və bunu da deməkdə heç bir problem yoxdur. Hədis kitablarında, əhl-i sünnətdə var, şiə kitablarında bu da yer almışdı. Deməli, ən əsas yerə gəlirəm indi. Sən Allah, sabah qiyamət günü İmam Sadiq səndən soruşanda ki, sən dərsə niyə əsasən dedin ki, İmam Sadiq belə deyib? Deyəcəksən ki, Peyğəmbər oğlu, axı bu Əl-Kafi kitabında yazılmışdı. O da deyər ki, gör bizə nə qədər yalanlar nisbət verilib. Hələ bizim sağlığımızda bizə yalan nisbət verilirdi, o ki, qalsın bizdən sonraya. Belə dediyimizi sübut edə bilərsənmi? Sən Allah nə cavab verəcəksən? Qəti dəlilin varmı? Xüsusilə də o məsələlər ki, nə ilə müxalifdir? Hə? Quranla. Deyəcək, məyər sizə demədik ki, bizim tərəfimizdən sizə nəql olunan hər bir şeyi nə ilə tutuşturun? Quranla. Deməmişikmi? Onda nə üçün Rəbbimizin kitabı ilə tutuşturmamısınız? Sən Allah, indi ki sən minbərə çıxırsan, xüsusilə də minbər əhli və cəmaata da rəvayət oxumağa başlayırsan. Sən Allah, əvvəlcə onları Quranla tutuşturub, sonra cəmaata danışırlar. Bunun üçün Quranı təfsir etməyi bilməlidirlər. Quranla əlaqədar əhatəli bilikləri olmalıdır. Özə buna rəvayət mütəxəssisi olmadan öncə yiyələnmək lazımdır. Tutuşturun, diqqət edin. Bizim tərəfimizdən sizə nəql edilən hər bir şey Quranla tutuşturun. Rəbbimizin kitabı ilə. Quranla tutuşturma. Deməli, ən əsas olacaq dəlilə gəlirəm. Dəlillərimizin bütün bəndləri hamısı əsasdır. Yetər ki, bunu qəbul edəsən. Deməli, mövzu nədir? Şiə kitablarında imamlardan belə bir söz var. Hədis ki, Quran-ı Kərimlə uyğun gəlmirsə, o hədisi qəbul etmirik. Quran bu hədisi rədd edir. Bəli. Bunu bütün şiə alimləri, elm tələbələri və sıravi olacaq şiələr bunu belə qəbul edir. Və bu filmə baxın. Bu filmə baxın, görün mən dediyim doğrudur, yoxsa yox. Deməli, dəlillərimiz ən birinci Quran-ı Kərimlə oldu. Kəlmə şəhadət. Əliyən Vəliyullah orada varmı? Ali İmran surəsindən 18-ci ayədən dəlil gətirdik. Münafiqin surəsi 1-ci ayədən dəlil gətirdik. Əliyən Vəliyullah o ayələrin içərisində, ümumi olaraq Quranın içərisində yer almışdı? Yox. Kəlmə şəhadət Allah və Muhammedlə, Allahla başlamışdır, Muhammedlə qutarmışdır. Allahın salamı olsun ona və onun ailəsinə. Deməli, birinci dəlildə siz kəlmə şəhadəti deyərkən Əliyən Vəliyullah hədisini, sözünü hardan alırsınız? Öz kitablarınızdan, dədə-babalarınızdan. O, Quran-ı Kərimlə uyğun gəlir? Yox. Deməli, o kəlmə şəhadətin üçüncü şəxsi nə edəcəksiniz? Deməyəcəksiniz. Bu demək deyil, biz inkar edirik, əstəğfirullah. İmam Əlini inkar edirik. Xeyr, İmam Əlinin məqamını Allah və onun Rəsulu hansı yerə kimi qaldırmışdırsa, o yerdən o tərəfə qaldırmaq olmaz. Bu belədir. Deməli, Quran-ı Kərimdə kəlmə şəhadətin Əliyən Vəliyullah dəlili yoxdur. Uyğun deyil. Qəbul olunmaz. Bu bir. İkinci, Əhl-i Beytin qapısını döyək. İmam Əli açdı və biz ona dedik, sənin adın kəlmə şəhadətin içində var idi mi? O deyədi, yox. Deyəcəksən, hardan bilsən, yox, ay elçin. Hardan bilsən, yox. Nə tür bəlağanı? 6 yerdə İmam Əli kəlmə şəhadəti deyir, öz adını orada olmadığını deyir. Bu ikinci dəlil.
Üçüncü dəlil, namazının içində yoxdur. Mən sənə sorsam ki, sənin namazın nə namazıdır? Peyğəmbər namazı deyəcəksən. Əhl-i beyt namazı deyəcəksən. O əhdiyyəti də namazın içində kəlmə şəhadətin içərisində Əliyən Vəliyullah varmı? Deyəcəksən, yox. Quranda yox, Nəhcül Bələğədə yox, namazında yox, alimlərin deyir yox, deyənlərə lənət edir. Bəs tamam, işim bitdi. Kanalımı bəyənin, abunə olun və bütün şiyələrə məndən hədiyyə. Əssalamu aleykum və rəhmətullah. Lütfən bu həqiqətə üz döndərməyin. Bu həqiqətin başdan aşağı Qur'an və Əhl-i Beytdir. Qur'an və Əhl-i Beytdir. Siz bunu inkar etsəniz, qəbul etməsəniz, bilin ki, kafir oldunuz. Qur'ana görə, Əhl-i Beytə görə. Bu dəlilləri axı mən Buxaridən, Müslümdən getirmədim axı. İnanc kitablarınızdan. Qur'an və Əhl-i Beytə əmanət. Görək bu əmanət sizdə qalacaq, yoxsa inkar edəcəksiniz. Esselamu aleykum. En büyük alimimiz Şeyh Saduk. Şeyh Saduk. O 4 kitabdan birinin sahibi. El-Fəqih kitabı ki var, Mən la yahduruhul fəqih, onun sahibi. İndi görürüz Şeyh Saduk azanın haqqında necə sərt çıxış edir. Və onun cavabı. Diqqət. Deməli, Mən la yahduruhul fəqih kitabı səhifə 112-də 897-ci hədisdən sonra Şeyh Saduk rəyim bildirir. Diqqət edin kəlmələrinə. Qalə musannifu hadəl kitab, hadə huvəl azanus sahih. Azanın kəlmələrini qeyd edir. Orada əşhədü ənə Əliyən Vəliyullah kəlməsi yoxdur. Həyyə alə xeyirləməl var. Necə ki, gündə azan vermirsiniz, o tərzdədir, amma vilayətə şəhadət yoxdur. Şeyx buyurur, Şeyx Saduk, hadə huvəl azanus sahih. Düzgün azan budur. La yuzadu fiha. Nə əlavə olunsun, və la yunqasu min. Nə də oradan bir şey əskilsin. Vəl mufavvida mən rəva bədəl zalikə əşhədü ənə Əliyən əmirəl müminin haqqan. Deməli, 3 tərzdə hədis oldu. Bir qism Peyğəmbər və onun əhl-i beyti ən xeyirli varlıqlardır. İkinci qism hədislər Həzrət Əli əleyhissalam Allahın vəlisidir. Üçüncü qism Həzrət Əli əleyhissalam möminlərin həqiqi əmiridir, imamıdır. Şeyx Saduk deyir, bu qeyd olunanların hamısı haqdır. Amma azan üçün deyir bunlar. Bunlar hamısı haqdır. Amma azanda belə bir şey gəlməyib. Şeyx Saduk deməli, əşhədü ənə Əliyən Vəliyullah deyəni neyniyir? Lənət deyir. Özü də ona deyir, o nədir? Təfviz əhlindəndir. Yəni əhl-i beyti öz məqamından malik olmadığı məqama qalxızan şəxs kimi zərbəliyir və tənqid edir. İndi bu da bizim alim. Gündə azan verəndə əşhədü ənə Əliyən Vəliyullah deyirsiniz ya demirsiniz? Deyirik. 4 kitabın sahibindən biri və hədis elmində muhaddisdir, böyük bir alim deyir ki, əşhədü ənə Əliyən Vəliyullah haqdır, amma azanda yeri yoxdur. Deməli biz neyik? Bidət əhli. Və vədə verilən o azanda mükafatların hamısından hər gün nə söz? Mərhumsuz, yəni əldə eləyirsiniz. Məhrumsuz, yəni əldə eləmirsiniz.